Dünyanın müxtəlif müsəlman ölkələrində sufi təriqətlərinə mənsub insanlar görürük ki, daha doğrusu özlərini bu təsəvvüf əhli hesab edən insanlar görürük ki, özlərini ilə sanan. Qeyri-adi bəli hərəkətlər edirlər. Məsələn, qarnına xəncər soxur, biri nə bilim müxtəlif də yəni bədənlərinə xəsarət yetirirlər, közün üstündə yeriyirlər və s. Bunu siz necə qiymətləndirirsiniz? Bu kəramət budurmu, yoxsa kəramətlə bunun fərqi nədir? Asla. Kəramət o deyil. Kəramət ümumiyyətlə zahiri bir şey deyil, batini bir şeydir. Bax, Quran-ı Kərimdə Bəqərə surəsinin 59-cu ayəsində Allah Taala buyurur ki, zalimlər sözləri onlara deyilən formada yox, dəyişib başqa cür etdilər. O səbəbdən də Allah onların üzərinə zülmü, təxminən belə bir ayə var ki, yəni anlamı bu cürdür ki, onlar onlara deyilən sözü bir zamanlar gerçək mürşidlərin yaşadığı bir təriqəti mi deyim, ənənəni mi deyim, əsrlər keçdikcə bütün İslam dünyasında belədir. Biri biraz dəyişib, biri biraz dəyişib, biri biraz dəyişib günümüzə gəlib bu formada çıxıb. Hamısı da yenə bağlanır. Bayaq mən dediyim mürşidə ki, mürşid həyatda olmalıdır, gerçək bir mürşidə tabi olunmalıdır. Amma nəinki başqasını dedik, özümüzün ağlımızın dərk elədiyi mürşidə yox, Allahdan istənilib, Allahın bizə göstərdiyi mürşidə tabi olunmalıdır. Maidə surəsinin yeri gəlmişkən deyim, Maidə surəsinin 35-ci ayəsində Allah Taala buyurur ki, mənə qovuşduracaq vasitəni məndən istəyin. Bizə düşən hətta axtarmaq da yox ha. Cənab Haqqın özündən istəməkdir ki, Cənab Haqq bizi aldatmaz. Bu da başda dua olmaqla, hacət namazından gerçək mürşidimizi Allahdan soruşmaqdır. Amma gerçək mürşidi də Allahdan, haşidən qıraat çıxıram, üzr istəyirəm. Görün mürşid kimdir? Bu mənada yox. Allaha təslim olmağı diləməliyik ki, o həmən Allahın yaratdığı üç vücudu, cismimizi, ruhumuzu, nəfsimizi və iradəmizi, zaten İslam 4 təslimdən ibarətdir. Üç vücud və iradəmizin Allaha təslimindən. Bax, bunları Allaha təslim etmək üçün mənə vasitəni göstərsin Allah Taala. Bir vasitə olaraq mürşidi soruşmalıyıq. Yoxsa görüm, Allah mənə nə göstərəcək, Allah mənə kimi göstərəcək, heç nə də göstərəcək.